Salam əziz dinləyicilər, Yurd FM-in daimi dinləyiciləri, qonaq gəl bizəni sevərək dinləyənlər, maraqla gözləyənlər, gəlmişik, radionuzun səsini artırın. Qonaqlıq zamanıdır, çox dəyərli bir qonağımız var. O deyirləri, harda axtarırdım, tapa bilmirdim, məsələdir. Onu tapmaq mümkün deyil, ha. Tapmışıq, qonağımızdır, gülüşünü eşidirsiniz. Deyim, kimdir qonağımız? Qonağımızı təqdim etmədən öncə deyə bilərəm ki, sona qədər bizi dinləyin, sonda sizə maraqlı bir xəbər deyəcəm. Baxın, Yurd FM-də qalın. Qonağımız Gözəl xanım, Azərbaycan əməkdar mədəniyyət işçisi, prezident mükafatçısı, gözəl aşığımız, gözəl ifaçımız Aşıq Samirə, belə təqdim edir. Samirə Əliyeva mı, yoxsa Aşıq Samirə mi? Aşıq Samirə. Aşıq Samirə qonağımızda. Xoş gəlmişsiniz Samirə xanım. Xoş gününüzə gələk. Xoş gördük. Bütün dinləyicilərimizi xoş gördük, xoş eşitdik. Bu gözəl gündə, bu yaz abı havasında, saz abı havalı Yurd FM-in qonağı olduğuma görə çox şadam. Sağ olun dəvətiniz üçün. Zaten yaz gələndə sazımız zaten il boyu biz düzdür işləyirik, oxuyuruq, nəğmələrimizi deyirik. Amma yazda bir xüsusi abı havada oluruq da. Yazın enerjisi başqadır. Yazın enerjisi başqadır. Həm də milli bayramımızdır. Sırf hər tərəfli milliyə köklənirik. Geyimdə, yeməklərdə, süfrəmizin bəzəyində, naz nemətlərində, bayramın özü Novruz bayramı, bahar bayramı olaraq, yəni milli musiqilərimiz hər barədə sırf milliliyimizə kökləndiyimiz bir aydır bu ay. Hə, çox gözəl, belə deyim, çiçəklənən bir günləri yaşayırıq. Ümumiyyətlə, Azərbaycan artıq illərdir ki, dövlət olaraq çiçəklənir, vətən olaraq ucalırıq. Amma belə olanda da biraz əhvalı daha yüksək olur. Dünənləri ot çərşənbəsi idi. Pəncərədən baxırsan, baxıram ki, biz üçün illərdir bu adətimiz həmişə var da, tonqaldan hoppanırıq. Amma insanlar belə o qədər xoşbəxt, artıq belə o bütöv Azərbaycanın vətəndaşı olmaq başqadır. Məhəllələrdə 13-cü mərtəbədən baxıram ki, orada tonqal qalanıb, orada Məhəmməd Bağır var zaten, Allah rəhmət eləsin, məhəbbət yazın, mahnılarını qoyublar maşınlarda. Deyirəm, ay nə gözəl adətimiz var, nə gözəl millətimiz var. O dəqiq bilinir ki, zəfər çalan millətin bayram eləyir. Yəni bu bayram keçirilməsinə baxırsan, həqiqətən bir aralar çox belə soymuşdu, sönmüşdü, bəli. Belə bayram abı havası duyulmurdu. Amma artıq zəfərdən sonra hər bayramda belə görürsən ki, hamı ürəklə bayramı, o bayramı özümüzə halal etmişik də, bu belə deyək. Haqqımızdır, bəli. Çox şükür bizə bu günü yaşadanlara, Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə Allah can sağlığı versin. Əskərlərimizi qorusun Allah. O Ali Baş Komandanımızın dəmir yumruğu var olsun. Çox gözəl bir Azərbaycanımız var. Hətta bugün düzdür biz siyasi verilişdə eləyik, amma siyasi cəhətdən sosiallarda görürük. Ən azından xəbərlərə baxmasaq belə dünya bugün qaynayır. Hər tərəf. Amma elə bil ki, biz bir o alovun içində bir çiçəklənən bir torpağıq. Heç kimin bizlə işi olmasın. Biz xoşbəxtik, biz gözəlik. Böyük dünyanın balaca cənnəti. O deyir, öz dünyam var dünyanın içində. Biz o yox. Yəni, bu sakitliyi qoruyub bizə bəxş eləyənlərə Allah can sağlığı versin. Dünyadan köçənən Allah rəhmət eləsin. Ona görə çox gözəl bir ölkədə yaşayırıq. Qədrimizi bilək, özümüzü sevək. Ora-bura baxıb, deyib, filan kəslər deməkdənsə bir baxın necə bir ölkədə yaşayırıq. Öz huzurumuzun, öz azadlığımızın, özümüzün qədrini bilək, öz birliyimizin. Bunu maşallah, zaten biz bunu müharibə dönəmində gördük. Biz necə millətik. Özümüz də buna bir daha şahid olduq və bundan sonra da elə olar. Yaxşı olar inşallah. Gözəl günlər bizimdir. Tək ki biz Azərbaycanlı olaraq bir-birimizi sevək, vətənimizi sevək, musiqimizi sevək, sənətkarımızı sevək, öz dəyərlərimizə dəyər verək, onda bizi heç kim yıxa bilməz. Əminəm buna. Deməli, əziz dinləyicilərimiz, onu deyim ki, Yurd FM yazaraq canlı bizi izləyə bilirsiniz. Bunu daimi dinləyicilərimiz bilirlər. Bilməyənlərə deyim ki, Yurd FM yazırsınız internetdə, Google'da, canlı izləyirsiniz. Bir baxın, görün.
sənətkar necə gəlib studiyamıza? Baxın, yəni bu bir radio efiridir. Mən özüm belə normalda dinləyicilərim, izləyənlər varsa görürlər, arada belə sport geyimlə gəlirəm. Bugün dedim ki, Aşıq Samirə qonağımdır. Mən azdan çoxdan onu izləyən birisi kimi bilirəm də o necə məsuliyyətlidir. O qədər gözəl bahar əhval-ruhiyyəsinə geyinib keçib gəlib. Deyirəm Samirə xanım, buradan hansısa verilişə gedəcəksiniz? Deyir ki, bura nədir? Çox sağ olun, veriniz dəyərə görə, veriniz hörmətə görə. Mən borcumdur. Qonaq getdiyim yerə də, qonaq çağırıldığım yerdəki insanlara və əlbəttə ki, tamaşaçılarımıza, izləyicilərimizə, bu sənəti sevənlərə hörmətlə yanaşmaq. Əlbəttə ki, ilk öncə insanın özünə olan hörmətidir. Daha sonrası digərlərinə və sənətimizə əlbəttə ki. Bizə bayram günüdür də, biraz əhval verək. Novruz qabağıdır. İzləyənlər də o əhvalı bir ötürə bilək, ən azı geyimimizlə. Geyimimizlə, söhbətimizlə, musiqilərimizlə o əhvalı ötürürük. 099 6 907 907 yazıb zəng edə bilərsiniz. Maraqlı suallar gözləyirəm. Maraqlı suallar gözləyir Samirə xanım. 099 6 907 907. Odur ki, alırsınız telefonu əlinizə, yazırsınız bizə görə Aşıq Samirəyə nə demək istəyirsiniz. Deməli, Samirə xanım, birinci öz suallarımla başlayayım. Başlayaq. Bir mahnı səsləndirəcəm. Başlamaq istəyirəm ki, insanlar belə gözəl ab-havaya yüklənsinlər, köklənsinlər. Yallını səsləndirəcəm. Yallı gedəyi, biraz bir gedək. Novruz enerjisini. Amma yallıya qədər bir-iki sual verim, sonra mahnı səsləndirim. Aşıq Samirə efirlərə çox az çıxır və hər çıxdığında da bu sualı eşidir. Bunu bilirik. Sizi belə deyim, çox götür-qoy etməyinizə səbəb özünüzü qorumağınızdır, yoxsa yəni çıxa bilmirsiniz? Nədir problem? Problem deyil, sadəcə sərhəddir, özümə qoyduğum sərhədlərimdir, çərçivələrimdir. Ehtiyat eləyirəm, qorumağa çalışıram, çünki tanınmaq da, sevgini qazanmaq da və onu qorumaq da çox çətin bir işdir. Onu qorumağa çalışıram. Sadəcə səbəbi budur. Yaxşı ki, özünüzlə bir dediniz onu. Ki, qoruma. Eləmiş üçün elə sənətkarlarımız var ki, deyir, mən gündə çıxmağı sevmirəm. Elə sənətkar vardır ki, mən ora nəyə çıxım, orada gör nə söhbətlər gedir. Amma elə sənətkarlar var ki, doğrudan da o özünə o bariyeri, o sərhədi çəkir. Ki, mən tez-tez lazım deyil, biraz əl çatmaz, biraz sənətim, sambalım, başqa işlərlə məşğul olum. Efir öz yerində var da orada. Məsələyə toxunmaq istəyirəm ki, deyirlər, nə söhbətlər ki, o veriliş, bu veriliş. İndi haqqında danmayım, hər birinə hörmətim var. Ola bilər, elə bir verilişlər var ki, bəli, orada qalmaqallar olur tez-tez falan. Amma baxır qonağına da, biz gedəndə, mən orada olanda elə bir problemlərlə üzləşmirəm, Allaha çox şükür. Sağ olsunlar. Sırf sənətdən bəhs edirik, sənətimizi nümayiş etdiririk. Bir də ki, elə verilişlər var ki, özlərinə də deyirəm, əzizim, sizin verilişə reyting xarakterli baxala görək bugün nə baş verəcək. Mən orada heç nə baş verdirə bilməyəcəm. Mən sənin verilişə bugün maraqlı deyiləm. Mən orada gəlməsəm yaxşı olar. Amma görsən ki, deyirlər, yox, siz gəlin, eybi yox. Bu dəfə vacib deyil ki, biz hər gün nəsə gündəmi əlimizə alaq. Siz gəlin, sənətdən danışarıq, belə nə gözəl. Arada görsən ki, yox, sənətə də ciddi söhbətlərə də yer ayrılırlar. Amma yenə də ehtiyat eləyirəm. Çox gündəmdə olmaq da bilmirəm, amma baxırsan ki, çox geri çəkilmək də yaxşı bir hal deyil. Bəli. Yaxşı bir yol deyil. Gözdən uzaq olan, könüldən də uzaq olar. Bəli. Bu sənət biraz vəfasız sənətdir. Vəfasız sənət. Bir də bu kafedranın işləri ilə bağlı hələ indi adaptasiya oluram. Həm yaradıcılıq işləri, həm bir pedaqoji fəaliyyətim var idi. Amma bir də bir kafedranı idarə etmək, orada bilirsiniz, daha məsuliyyətli işdir. Onun biraz örgənmək, adaptasiya olmaq, idarəçiliyi bu falan. Bunlar da biraz məni daha belə gərgin elədi. Yaradıcılıqdan cana uzaq düşdüm. Amma artıq ya tutmuşam, balansı tutmuşam, ortaq məxrəci tutmuşam, qızıl ortanı. Və bundan sonra inşallah ki, gec-gec görməzsiniz. Tez-tez görəcəyik. İnşallah. Məncə bundan sonra ümumiyyətlə dəyərli sənətkarları daha tez-tez görəcəyik verilişlərdə. Hətta
hətta gündəmdə. Qoy gündəmimizi, gündəm sözü belə Lazımdır. dəyərdən düşüb. Bəli. Gündəm deyəndə artıq belə başqa bir şeylər canlanır gözümdə. Lazım deyil, sənətkar deyir mən gündəmdə olmaq, amma gündəm nə gözəl sözdür. Xalqımızın gündəmi bax belə sənətkarlar olmalıdır. Əlbəttə Xalqımızın gündəmi dəyərli söhbətlər, gözəl musiqilər olsun. Göz sənətkarın maraqlı söhbəti yoxdur ki, musiqidən də danışar, söhbət deyil. Hərdən qınayanda aparıcıları və yaxud hansı efirləri, radiolar fərqi yoxdur. Qınaq söhbəti olanda mən deyirəm ki, o qınağın birini də ünvanlandırın sənətkarlara. Getməyəndə məcbur olur başqasına. Bu kimisə çağırmalıdır da, kimisə. Ona görə də biz gərək biz də qoruyaq. Biz də, siz də əlbir olmaq lazım. Yəni sırf bir yerə qəbahəti bir adamın üstünə atmaq lazım deyil. İndi günah nə səndədir, nə məndə. Əl-ələ verib bu ortamı daha doğrusu elə qəşəng düzəltmək və onu qorumaq lazımdır. Çünki siz də, biz də xalqın simasıyıq. Xalqını sevən, işini sevən, dəyərlərini sevən bunu əl-ələ verib qorumalıdır. Biz xalqın simasıyıq. Bəli. Biz xalqa xidmət edirik. Bəli. Hər bir sahədə. Ümumiyyətlə, bütün Azərbaycan vətəndaşı bu Azərbaycana xidmət edir. Ana evində övlad böyüdərək, aparıcı səhnədə düzgün verilişini apararaq, sənətkar gözəl musiqilər səsləndirərək. Sənətkar, biz yəni dünyaya çıxış bizim vasitəmizdəndir də. Ona görə musiqi səslənəndə hansı xalqın musiqisi? Azərbaycan xalqının. Bu ifaçı hansı xalqında? Yəni ən çox üzdə olan bizik, yəni üzə görünən mədəniyyət sahəsidir, xalqın mədəniyyət sahəsidir, idman sahəsidir. Əlbəttə ki, bu siyasi, iqtisadi bunları qoyub bir kənara. Yəni əsas öndə olan mədəniyyət və idman sahəsidir. Çünki ən birinci birinə nüfuz etmək istənsən musiqi ilə danışırsan. Ona görə də bizim məsuliyyətimiz daha çox. Bəli. Məsuliyyətinizi çox gözəl və məsuliyyətli şəkildə yerinə yetirdiyiniz üçün sizə bir daha təşəkkür edirəm. Samirə xanım, mənə bilirsiniz nə maraqlıdır? Bunu sırf özümə maraqlı olduğu üçün birinci biraz maraqlanacağım. Ola bilər bəlkə bu danışılıb efirlərdə, bu çox söhbətlər olur. Mən bir tamaşaçı kimi qaçırtmışamsa, demək ki, mənim kimi qaçıran neçə dinləyici də ola bilər. Aşıq Samirə təhsili, fəaliyyəti öz yerində. Amma belə deyim də, aşıqlıq elə bir sənətdir ki, çox çətin bir sənətdir. Misal üçün, muğamı onsuz da bir muğam ifa edib müəyyən tədbirlər, daha ağır bir sənət olduğu üçün daha tədbirlər və biraz daha onun sambala qalxmağı, hörmət qazanmağı daha asan olur. Aşıq bizim folklor sənətimizdə ən qədim sənətimizdir, amma xanım üçün aşıqlıqla gəlib Aşıq Samirə kimi müəyyən bir zirvədə əyləşmək, o hardan hara gəldi? O necə oldu? Niyə görə deyirəm? Bunu yanlış anlamasınlar mənim dinləyəcəyimiz. Çünki bugün 100 dənə muğam ifaçısı adı çəkərəm ki, o yerlərə də gəliblər. Amma neçə aşıq ifaçısı adını çəkərəm ki, müəyyən yerə gəlib sambalını qoruyub, hörmətini və xanımlar arasında ümumiyyətlə varmı bilmirəm. Yəni, bunu nə qazandırdı sizə? Ay, bunun üçün çox şeyləri itirməlisən. Bunları qazanmaq üçün çox şeyləri itirməlisən. Misal biraz belə nəfsinə qalib gəlməlisən, komfortundan vazgeçməlisən. Yəni bu mənim mənə aid olan hissə budur ki, zəhmət və çağırılan yerlərdən indi məsəl üçün yeni nəslimizin nümayəndələrini bəzi tədbirlər deyirsən, düşünürlər ki, orada efir yoxdur, hansı zaldadır, hansı saraydadır, filan yerdə. Məni, yəni orta məktəbdə də olsa tədbirlər, yəni orta məktəbdə tutalım ki, Novruz tədbiridir, bir-iki sima, tanınmış sima aparırlar və yaxud hərbiçilər, nə bilim, adi bir hansısa rayonda insanlarla görüşlər, efir fərqi yoxdur, hansı efir. Mən hələ yeniyetmə dövrümdən danışıram. Hara dedilər, gedirdim ki, hələ sevinə-sevinə, hələ minnətdar ola ki, mən gedim. Bəlkə də mənim o dövrdə bu sosial şəbəkə xəstəliyi yox idi deyə. Doğrudan xəstəlikdir. Başım qarışmırdı boş-boş şeylərə.
Hə, o sağlam dövrə düşdüm yəqin ki, bəlkə də. Bəlkə də mən də sosial dövrə, bu şəbəkənin qanı tuğyan elədiyi bir dövrə düşsəydim, bəlkə mən də o şeylərdən qaçardım, o zəhmətlərdən ki, orada görsünlər. Elə sosial şəbəkədən görürlər də. Hə, amma mən çalışırdım ki, hara deyirdilər, gedirdim, müsabiqələr idi, nə bilim, bu addım gəldi və hər zaman da öyrənməyə çalışırdım. Gözümü zilləyirdim məndən böyük sənətkarların, təcrübəsi çox olan, tək yaşda yox, təcrübədə də ola bilər, 1-2 bayram məndən böyük olar, amma təcrübəsi məndən çox olar. Fərqi yoxdur janrından, asıl olmayaraq söhbət aşıq, çünki aşıq siz demiş az idi, o vaxt ustadları da dinləyirdim, onların arasında olan müzakirələri, hər şey, o lazım olmadı, hər şeyi dinlə, qulaq misafir olurdum. Lazım nəsə soruşurdum, istər muğam ifaçıları arasında. Siz bu tədbirlərdə, konsertlər, çəkilişlərdə bu səhnə arxası həmişə o sənətkarların bir-biri ilə söhbətləri olur da, nə düzdür, nə səhvdir, kim haqqındasa, nə haqqındasa, həmişə onları sırğı elirdim. O qızım sənə deyirəm, gəlinim eşit ki, bunu yaxşıdır öyrələyəndir, buna bu dalıcı deyirlər, buna bu üzünə deyirlər, buna bu mənfidir, müsbət fikirdir. Bunları yığa. Çünki evdə oxuyan yox, oynayan yox, səhnəyə çıxan yox, hardan bilim. Bir də peşəkar, məsələn, rejissorların iradları ki, ay bala, səhnəyə belə çıx, səhnədən belə çıx, nə geyin, nə geyinmə, ayaqqabı parıldamamalıdır, nə bilim, bu xırda detallar deyiləni eşidirdik. Və öyrənirdik və deyilənə də əməl edirdik. Və bütün bunları gözləyə birinci öz sənət dünyanda olan insanların sənə rəğbəti artır. Hə, bu gənc qızımız yaxşıdır, söz eşidir, elə tərbiyəlidir, elə sözə baxın. Hə, maşallah öyrənir, maşallah hə, inkişaf eləyir. Birinci bunların arası öz camiyyəndə hörmətini qazana. Sonra da müsabiqələr əlbəttə ki, sonra artıq gəlirsən bu tələbəlik illəri, artıq efirlərdə özünü doğrulda. Bunu addım qazanırsan da, addım. Bir də sırf aşıqlıqda da ona görə ki, mən Bakıda doğulub böyümüşəm. Amma Tovuz rayonundanıq. Atam da, anam da saza gəlişim də, aşıq sənətinə gəlişim də elə sırf bu Tovuzda olmağımızla bağlıdır əlbəttə ki. Sözü nəyə gətirirəm? Bakıda saza gedib, bu dərslərə gedib gələndə, yəni öz taytuşlarım bir mənalı yanaşmırdılar da. Biraz belə ay nə maraqlıdır, nə yaxşıdır deyənlər də var idi. Bu saz necə ailə az, yəni sən bunda belə çalıb oxuyacaqsan, belə deyənlər də vardı. Bir də şey də var idi, o vaxt bir cizgi filmi də var idi, belə söz də atırlar ki, dıngır sazım, nəysə bir atmacalarla belə məni küstürənlər də var idi, xətrimə dəyənlər də var idi. Mən həmişə düşünürdüm ki, mən elə eləyəcəm ki, belə, yəni bir necə deyim, deməyə də dilim gəlmir. Güya ki, belə bir geridə qalmış kimi də, belə deyək, yəni müasir olmayan bir rişxəndlə baxırdılar. Həmişə düşünürdüm ki, vaxt gələcək, mən öz taytuşlarımı elə eləyəcəm ki, heç kim bu sənətə rişxəndlə baxmayacaqlar. Söhbət hamıdan getmir. Məlumdur da, indi çox vaxt gənclik illərində hər kəs muğamı sazı dinləmir. Çünki o enerji onu tələb eləmir. Yəni sevə bilər, tanıya bilər, amma hər zaman dursun, aşıq mahnısı dinləsin, muğam dinləsin. Bir də bir anlamamaq var da, orada daha dərin mənalı düşüncələr var. Amma belə bəzi mahnılar var ki, onlarda sözlər qısa, konkretdir, ritmikdir, hər barədə daha yüngüldür, daha rahatdır dinləmək, onu oynamaq falan, qəbul etmək. Amma aşıq havaları elə deyil. Mən taytuşlarımı da bir tərəfdən də qına vurdum, çünki özüm də bu saza gedəndə, öyrənəndə də başa düşmürdüm nə ifa elədiyimi, nə şeirimi, yəni dərinliyinə vara bilmirdim. Mənə çox çətin gəlirdi. Dəfələrlə olurdu ki, ağlayırdım, atırdım ki, mən getmək istəmirəm. Bunu davam eləmək istəmirəm. Nəysə, bu psixoloji, şüur altı, o yadımda qalanlar ki, rişxənd, o məni belə bir prinsip yaratdı ki, mən bir şey eləməliyəm ki,
bu gənc nəsil bu sazı sevməlidir. Nə etməliyəm, Aha. nə etməliyəm. Yavaş-yavaş bu səhnələr bölüşəndə konsertlərdə baxırdım ki, çıxdı estrada müğənnisi, dinamik, mahnı, səslənmə, par, belə açıq hava konsertlərində xüsusən də. İşte çıxdı nə bilim vokal ifaçısı, nə bilim yenə də səslənmə, belə alətlər, çıxdı muğam ifaçısında o da bir xalq soxudu, nəsə alətlər var. Aha, çıxdı saz ifaçısı, mən tək saz. Baxdım ki, belə böyük səhnələrdə tək sazın ifası kasıb səslənir. O dinamik səslənmədən sonra birdən-birə sazın, yox, tək saz səslənməlidir az tamaşaçı üçün. Amma belə böyük səhnələrdə deməli mənə əlavə alətlər lazım gələcək. Mən nəsə ansambllarla, orkestrlarla bərabər bir işlər görməliyəm. Sizə qədər bunu eləyən var idi? Yox, olmamışdı. Bəli. Olmamışdı və bunu da belə hiss etdim. Çünki mən uşaq vaxtı xalq çağı alətləri ansamblında da ifa eləmişəm. Yəni bunları o səs tək saza getməmişəm. Uşaq filarmoniyasındaydım. Orada inansız rəqsin də dərslərinə gedib baxırdım. Əfsər müəllim, Allah rəhmət eləsin, Bənövşə uşaq xorunun, onların da məşğələlərinə girirdim. Oktay Zülfüqarovun Aysil qrupu vokal ifalardı da. Orada da oxuyurdum. Hər yerə hara baxırdılar, dedi, bu sən qərar ver ki, hansı işlə məşğul olacaqsın. Hər şeyi öyrənirdim və bu səslənmələr elə bil ki, beynimə həkk olunmuşdu ki, alətlərlə ifa tamam başqadır. Və Allah belə qismət elədi ki, vaxt gəldi, zaman yetişdi. Allah qəni rəhmət eləsin, əməkdar mədəniyyət işçisi Etibar Qasımbəyli, dəyərli qarmon ifaçımız. Onun bir Koroğlu ansamblı var idi. Onların solistin biri də elə xalq artistimiz Teyyub Aslanov, xanəndəmiz o idi. Biri mən idim. Sonra o zaman mən daha təzə gəlmişdim, daha doğrusu. Mənə qədər Azər müəllim Zeynalova idi, Ruhəngiz xanım Allahverdiyeva idi, Teyyub müəllim idi. Yəni belə bir aşıq kimi də mən də orada bir yer aldım və Etibar müəllim bu söhbətləri elədi. Etibar müəllim dedi ki, həll eləyərik. Və ilk işimiz Misri oldu. Misri aşıq havası oldu. Onun sonra klipi də çəkildi. Neçə nəfərli bir heyət oldu hardasa? O Koroğlu ansamblı, yəni böyük. Böyük heyəti idi, ansambl idi də. Yəni neçə yaşınız var onda? Yox, ona qədər də bir də onu da deyim. Bəstəkar Allah hər ikisinə rəhmət eləsin. Hikmət Mir Məmmədli, Nailə Mir Məmmədli, Allah onlara rəhmət eləsin. Bu 98-ci ildəki ilk dəfə bu Gənclər Günü ki elan olundu. Onda da müsabiqələr təşkil olundu. Müsabiqə oldu Azərbaycan üzrə və orada belə bir şey var ki, digər musiqi janrları ilə estrada musiqi janrının sintezi. Yəni sintezli musiqilər və mən də orada yer aldım. Onda da Nailə xanımgil elə mahnılar bəstələdilər ki, estrada mahnısı, amma orada sazda səslənirdi. Düzdür, ona qədər Cavanşir Quliyevin belə əsərləri var, amma bunu müğənnilər ifa eləmişdi də, aşıq yox. Orada da belə bir şey ifa eləmişdim mən artıq, estrada, sazla, sintez belə, amma aşıq mahnısı olmamışdı. Aşıq mahnısına, aşıq ifa eləsin, digər bir orkestrin ifa, ansamblın ifası olmamışdı. Və bu Misri ilə, belə deyək, mənim bəxtim açıldı. Neçə yaşınız var təxminən də? Yox, artıq çox idi. Ona qədər tanınırdım, amma bu Misri oldu deyəsən 2004-2006-cı illər bu aralarda oldu. Hətta biraz tez bəlkə də. Yəni onda aşıq sənətini ansambllaşdıran belə deyim, zənginləşdirən Aşıq Samir oldu. Aranjman, aşıq mahnısını aranjman etdirib, aranjman edərək və böyük səhnələrdə belə. Amma sazın öndə olmağı şərt idi. Aşıq havasının ana xəttinin qorunması şərt idi. Burada şərtlər böyük idi. Onları qoruyaraq. Və ilk bu işi biz gördük. Sonra həmin əsəri Kamerna orkestrın və ayrıca simfonik orkestrın müşayiəti ilə də ifalar elədik. Lentə aldıq. Yəni artıq o yolu tutdum. Və buna bilirsiniz, bəlli bir məsrəf gedir. Bəli. Maddi məsrəf, maddiyyatdan söhbət gedir. Və yetərincə də toylara gedirdim.
Aha. Toylara, bax bəzən toy mən də toy sevirəm. Mənə də qazanc lazımdır. Amma toydan qazandığımı sənətə vəsait yatırdırdım. Toy mahnıları oxumurdum. Mənim ən belə deyək də o dövrdə əsas başlı Misri mənə nə toy verəcəkdi ki? Koroğludan, döyüşdən, davadan oxunan bir mahnıdır. Hə. Ondan sonraki Tellonu ifa elədim. Yəni bunlar yenə də böyük səhnələrdə yer aldı. Bu aranjmanlar, xüsusi geyimlər, bu da şərtdir. Yəni sırf modellərlə işləmək, milli geyimlər, yəni ki, baxmaq ki, həqiqətənmi milli geyim adı ilə, bir də görürsən digər ölkələrin bəzəkləri olan, nə bilim, kəsim biçimləri olan paltarları giyinirlər, çıxırlar Novruzda, salam aleyküm, milli geyim. Ay bala, bu bizim milli geyim deyil axı. Nə olsun bəzəyi, düzəyi, qolları belə enli, nə bilim, fatası. Hər ölkənin türk dilli xalqlar, xüsusən də bizim milli geyimlər bənzərlikləri var. Bəli. Amma ayırt eləməliyik. Buna bir çözüm olmalıdır. Yəni ki, geyimdir, aranjmandır, təqdimatı necə eləyirsən, özünü qorumaq, düzdür, mənim də məsəl üçün o illərdə səhv olub ki, şəxsi həyatla bağlı bəzi mövzular olub ki, o da bilmədən, yəni bu səhvləri hələ də özümə bağışlaya bilmərəm ki, olub ki, o gündəmə düşüb o mövzular, amma həmən də geri çəkilmişəm ki, səhv elədiyimi anlamışam və geri çəkilmişəm. Başa düşmüşəm ki, belə yox, mən elə bu sənətlə irəli getməliyəm. Yəni ki, çətin yolu seçdiniz, amma bacardınız. Vaxt tələb edir, zaman tələb edir. Bacardım çünki yenə deyirəm, boğazımdan da, qazancımdan da kəsdim, ora xərclədim. Hər kəs rəfiqəsi ilə əylənməyə gedəndə mən oturub düşünürdüm ki, nə iş görə bilərəm, peşəkarlarla görüşlərə vaxt ayırırdım ki, nə eləyə bilərik, hərədən bir fikir alırdım, bir öyüd nəsihət alırdım, bir ideya oğurluyurdum. Yaxşı, deyir, oğru olmaq istəyirəm. Oğru olmalısan da. İndi deyirlər, ay bəxtəvər, indi ona nə var, rahatdır, heç nə əziyyətsiz qazanılmır, heç nə əziyyətsiz qazanılmır. İndi daha çətindir. Bəli, indi çox çətindir. Çox çətindir, çünki Aşıq Samirə olaraq xalqın rəğbətini qazanmışamsa, qoruyub saxlamaq müəyyən, bəli, dövlətimin, dövlət başçımın verdiyi təltifləri qazanmışamsa, mən onu mütləq qorumalıyam. O adı almaq nə qədər, əldə eləmək nə qədər çətindirsə, onu qorumaq ondan da çətindir. Çünki özü də onda mən pedaqoji fəaliyyət də var axı. O da bir tərbiyə eləyir, bir başqa cür tərbiyə eləyir adamı. Baxıram ki, gələn tələbə görürsən ki, hamısından söhbət getmir. Hərənin öz idealı var da. Hamı Samirənin ideal bilmir ki. Məsələn, məni özünə ideal bilən qız baxıram ki, geyimimi belə təkrar eləməyə çalışır, davranışlarımı, ay Allah, bu məni lap qorxudur. Niyə görə? Ya Rəbbim, mən bir səhv eləməyim. Nümunə ya. Bu uşaq elə bilməsin ki, elə belə də olmalıdır. Onu mən durub bir deməyəcəm ki, hamına hər yeri tapıb bu səhv da, bunu eləməyin. Yəni bunu siz danışırsınız, bəlkə də hansısa dinləyici üçün bu sadəcə söhbətdir də. Amma bunu bir dərk eləsə ki, insan nələrdən məhrum edir bir sənətkar özünü. Yəni ad almaq hələ sadəcə sevinç deyil, ad almaq o adın altında əzilməkdir bir növ. Çünki o yükü qaldırmaq lazımdır axı çiynində. Səhv eləməyə haqqın yoxdur. Biri var filan kəs səhv elədi, biri var filan adam, Aşıq Samirə səhv elədi. Səhvlərin də balaca bir səhvin belə dağa çevrilir. Çünki o məsuliyyət, o ad çətindir. Qazanmaq, qorumaq qazanmaqdan daha çətindir. Çox çətindir. Bugün Aşıq Samirə müəyyən bir sənətdə yerə gəlib, həyatda müəyyən bir yaşdadır, xanımlıq, sənətkarlıq hamısı öz yerində. Nəydən ən çox məhrum olduğunuz üçün həsədlə baxırsınız? Onu eləmək istəyərəm, amma eləyə bilmirəm. Nə var bax elə düşündüyünüz? Adi bir şeydir, amma misal üçün bugün Aşıq Samirə olmağınıza görə onu eləyə bilmirsiniz. Bugün yox, əvvəllər eləmək, bəlkə də əvvəllər istəyərdim. Bugün yox da elə bir şey, vallahi ki yoxdur. Hər şey eləyirsiniz. Çünki hər şey zaten özüm eləyirəm. Eləyəsə adamım yoxdur. Məsələn də bazardır, dükandır, nə bilim.
nə bilim, harasa getmək, gəlmək, burada istirahət eləmək. Əvvəllər bir ara onu özümə belə kompleks kimi gəldi mənə ki, vay gördülər istirahət yerlərində olsun. Sonra görsünlər də qəbahətdir, mən də adamam da, və yaxud marketdə, nə bilim, bazarda görsünlər, mən də adamam da, normal haldır. Sadəcə o fərqli yanaşanlar var da, deyirlər ki, eləsi var, deyir ki, ay nə yaxşıdır, özü məsələn gəlir bazarlığını eləyir, bu da bizdən biridir də. Qəribə var. Bir də var ki, bir dənə adamı yoxdur, gəlsin, alsın, bu da pul qazanırsan, gəlib bazarlıqda özü eləyir, məsələn. Əvvəl bunu kompleks eləyirdi sən. Amma indi keçir onda o sonradan. O sonra keçir. Bilirsiniz, yaxşıdır ki, belə olub. Ancaq ürəyimdə qalan uşaq vaxtı idi ki, hamı həyətdə oynayırdı, dərsdən sonra hamı əylənirdi, keyf verirdi şər qarışana qədər. Mən yox, mən ya gedirdim musiqiyə, yəni ki, sazı öyrənməyə məhrum idim, ya da ki, evdə idimsə də evdə məşq eləməli idim. Konkret çərçivələr var idi. Oturub ağlayırdım. Həsrət qaldım uşaqlığıma. Ay. Uşaqlıq əyləncələrimdən doya bilmədim, belə deyim. Çox həsrət qaldım. Və yaxud məktəbdə olurdu da, sinifdə hansısa bayram edirlər müəlliməmizlə. Məhz o günə ya konsert olmalıydı, ya nə bilim, nə olmalıydı. Mən gedə bilmirdim. Ay nə bilim, məzun günü belə ancaq gedib, elə bir yalandan görünüb qaçmışam ki, tədbir var. Yəni, o şəxsi rahat uşaqlıq belə deyim də. Rahat uşaqlıq eləmədim. Daim məsuliyyət olub deyə onun məsuliyyətindən rahatlığı yaşaya bilməzsiniz uşaqlıqda. O qədər ağlayırdım. Anam da dedi ki, eybi yox, vaxt gələcək, buna görə şükür edəcəksən ki, yaxşı ki, mən başımı aşağı salıb işlə məşğul olmuşam da, yaxşı ki, mama gil məni bu musiqiyə qoydular və yaxud onda da şərt idi, mütləq uşaq musiqiyə getməli idi, nə bilim, bir tikişlə məşğul olmalıdır, rəsmlə məşğul, nəsə bir əlavə bir peşə öyrənməli idi. Oğlan, qız fərqi yox idi. Amma indi hər kəs təbii ki, musiqiçi olmağı, incə sənətə, mədəniyyətə xidmət eləməsi şərt deyildi. Amma bəziləri var ki, davam edirdik. Və bizim dövrdə də, məsələn, bizim nəsildə də, bax, Tarzən Əlyağa, sonra İmamyar müəllim, Əliağa müəllim, sonra Kamran Nağara, Kamran müəllim, biz hamımız bir devrin bir müsabiqədən çıxanlarıyıq. Skripka, Ramin, yəni ki, Sübh Şəfəqləri müsabiqəsi vardı, o vaxt hamımız oradan çıxdıq. Sonra Gənclik 97-dən, 98-dən bu Gənclər Günündən bağlı müsabiqədə məsələn Samir Cəfərov, Ülvi Şeron, mən, Lamiyə Rast qrupu, biz də oradan. Yəni bilirsiniz, bu bəlli bir qaliblər, bunlar şərt idi. İndi necə muğam müsabiqəsi dövlətimiz təşkil eləyib, nə qədər yeni səslər tanıyırıq, yeni xanəndələr gəlir də, inkişafa gedir. Biz də uşaq olanda belə müsabiqələr var idi. O deyir sizə, inkişaf yolumun bir şeydə, yəni dövlətdə olan bu müsabiqələr çox şərtdir, böyük şərtdir. Bəli, çox şərtdir, çox nə yaxşı ki, gözəl müsabiqələr var, keyfiyyətli müsabiqələr var. Bəli. Bu sənətə yurdumuzun musiqisinə çox dəyərli sənətçilər qatıb, sənətkarlar qatıb. Qısa fasiləyə ayrılacaq. Gözəllərimi reklamlardan sonra səsləndirəcəm, çünki fasilənin vaxtını keçməkdən. Müəllim adamam, danışmağa. Qəşəng danışırsınız. Bir müəllimə çox danışır, bir də aşıq, ikisi də üstə gəlirsə. Üstə gəl olur. Amma qəşəng danışırsınız, heç yormursunuz. O qədər gözəl və rahat, səmimi söhbət edirsiniz ki, dinləyicilərimiz əminəm ki, çox da xoşdur bu söhbəti dinləmək. Bu mövzu həmişə müzakirə olunur ki, sənətkarın şəxsi həyatına girilməməlidir. Bu qayda qanun əlbəttə ki, öz yerindədir. Amma məsələn, mən aparıcı olaraq fikrimi deyirəm, siz də sənətkar olaraq bunu elədimi, deyilmi, təqzib və yaxud da təsdiq eləyərsiniz. Məşhursansa, məşhurlaşmısansa, artıq bu xalqın bir belə deyim, simasısansa, xalq səni tanıyırsa, müəyyən qədər haqqında məlumat almağa da haqlar var.
Məncə, mən elə düşünürəm ki, bir aparıcı olaraq, tamaşaçı olaraq daha çox şey istəyərəm, o heç. Bir aparıcı olaraq mən düşünürəm ki, hər bir sənətkarın müəyyən bir limitləri var ki, ora qədər keçmək olar. Misal üçün, Aşıq Samirənin misal üçün ola bilər ki, ailə həyatı, evi, şəxsi söhbətlərinə girmək olmaz. Amma misal üçün bir qadın olaraq bu dünyaya necə baxır, nə bilim qadınlara nə məsləhət verər, övlad böyüdərkən nəyi bir ana kimi, məsəl üçün müəyyən şeylər var ki, onu da tamaşaçıya çox görmək olmaz da. Yəni burada bir Mənsum İbrahimov gələndə mən Mənsum müəllimin evinin içinə girə bilmərəm, amma Mənsum müəllimdən bir bəy dəyərlərini, bir həyat yoldaşı kimi bir bəy necə olmalıdır, bu gün nümunə necədir, bir ata kimi bir müəyyən qədər məncə haqqınız olsun da, elə deyil ay Samirə xanım. Müəyyən qədər olmalıdır. Bax, bayaq dediyim kimi. Çünki bizi sevənlər, bəziləri özlərinə bizi ideal hesab edirlər. Bəli. Və məsələn deyirəm, hansısa məsələn Aşıq Samirənin ola bilər ki, məsələn makiyajı xoşuna gəlir. Bəli. Nə bilim formada qalmır, bu xoşuna. Bu niyə kökəlib görəsən? Bu niyə arıqlayıb görəsən? Mən bu şeyləri yəni əgər yaxşı tərəflərimdirsə, tutalım sağlam qidalanıramsa, yaxşı məsələn saç ustasına gedirəmsə, yaxşı həkimlərlə əlaqədə oluramsa sağlamlığımla bağlı, yaxşı məsələn modellerin yanına gedirəmsə paltar bu şeylərimi göstərməliyəm, yaxşı olanlarımı, problemlərimi deyil. Bəli. Və yaxud hansısa bir problemim olub, oradan çıxmışamsa, mən elədim, siz eləməyin. Bu adamı bura aparır. Uzaqbaşı onu deyə bilərəm. O səhvlər ki, bu səhvi mən elədim, siz eləməyin. Və yaxud eləmişsizsə, çıxış yolu budur. Bəli. Elə siz vaxt danışa üçün Sərdar Artaç mənim gözümün qabağına gəlir ki, elə bir şeylər. adam çıxır bütün vaxt deyir ki, mən cavanlığımda ulduzluq xəstəliyinə tutuldum, belə elədim, siz eləməyin. Mənim sonum budur. Yox da, Samirə neçə manatlıq geyindi, neçə manat harda xərclədi, kimin toyuna getdi ya getmədi, kimlə dalaşdı, kimlə barışdı, bunun nə ilə lazımdır, kimlə dostdur, kimlə düşməndir. Mənim örnək ola biləcəyim tərəf varsa, olum, onu bildirim, onu göstərim. Örnək deyilsə o tərəflərimi hər halda insan özünü bilir ki, mənfi tərəflərim nədir, müsbət tərəflərim nədir. O mənfi tərəflərimi özümə qalsın. Müsbət tərəfləri də zaten deməyin də qaydası var. Düzdür. Bəzən çıxırlar, elə bil ki, cəmaata ağıl verirlər, elə bil cəmaata belə dərs keçirlər. Olmaz. Mən belə eləyirəm, mən demirəm, belə olmalıdır, mən düzəm. Ay, hamı belə eləməlidir. Yox, mən belə eləyirəm. Mənim bu xoşuma gəlir. Mənə özümü burada rahat görürəm. Məsələn, mən Azərbaycanda istirahət eləməyi sevirəm, Avropada deyil. Və yaxud Avropada istirahət eləməyi sevirəm, özü Azərbaycan. Mən sevirəm. Ay, yox, Avropada yaxşıdır, burada yaxşıdır. Orada qərarla, qətiliklə yox, qətiyyətliklə yox. Yəni, məsləhət kimi, mən belə eləyirəm. Ürək istəyən, yəni maraqlıdırsa sizə, mən belə eləyirəm. İstəyirsiniz eləyin, axır hərənin tamaşaçının, dinləyicinin öz ağlı var, öz şüuru var. Nə ona yarayırsa özünə pay götürəcək. Amma durub ağıl vermək olmaz. Bəli. Və ağıl verənlər bəzən baxırsan ki... Sonra özünün problemləri olur. Baxırsan, ağıl verən gör kimdir, deyirsən, vay, heç mən bunu edim. Gör kimdir bu bir də ki, valla olmur, sınanırsan. Doğrudan olmaz. Yəni. Durub, falan kəslər niyə belə eləyir, bugün gənclər belə, niyə yaxşı gənclərimiz də, biz yaxşını görək, yaxşıdan danışaq, yaxşını götür qoy eləyək, yaxşını nümayiş eləyək. Biz onsuz da olub, mənfi olub, olacaq da, çatışmazlıq olub, olacaq da. Hər bir insanda, hər bir peşədə, hər bir sahədə, hər bir şey olacaq. Tək mədəniyyət sahəsində deyil, valla. Digər sahələrdə də o qədər böyük qalmaqallar var. O qədər böyük müharibələr var daxili. Yəni onlar üzə çıxsa, show biznesin öləndə rəhmət oxuyacaqsınız. Yəni sadəcə bu incəsənət göz önündə olduğu üçün. Yəni ona görə bunları var, amma danışmayaq. Yaxşı tərəflərimizi danışaq. Kim kimlə dostluq eləyir, kim kimlə
yəni ki, hansı müzakirələr, məsələn, mən Məsum müəllimdən söz düşür. Məsum müəllimlə biz dəfələrlə Azərbaycandan kənarda Azərbaycan mədəniyyət günlərinə əlaqədar salamlayırıq dəyərli xalq artistimizi. Dövlət tədbirlərinə getmişik, səfərlərimiz olub və məsələn, mənim maraqlı olub ki, Məsum müəllim necə qidalanır? Çünki mən həmişə formada daxı. Biri var soruşursan deyir, bir də var güdürsən, izləyirsən. O da maşallah gizlədən də deyir. Allah adamın sizə Allah ver. Həmişə çağırır ki, gəlin bir yerdə oturaq. O da Elçin müəllim də, Elnur müəllim də məsələn gedib oturursan onlarla, baxırsan necə qidalanırlar, necə səhər durub yürüyüş eləyirlər. Yəni baxırsan zaten mən də yürüyüş eləyənəm, mən də sağlam qidalanmağa üstünlük verənəm. Amma bir də bunlarda görürsən də, bir də sənətkarlarda görürsən, təsdiqini tapırsan, bir motivasiya olursan ki, həmən düz eləyirəm. Yəni bu yoldaşlıqlar var ki, yürüyüşə gedirsən sən də gedək. Yəni belə şeylərimizi danışaq və yaxud hansısa müzakirələri eləyirik. Çünki bəzi məsələn xalq mahnıları kimi tanınan mahnılar var ki, əslində onların kökü aşıq havalarıdır. Məsələn, oturub onlardan danışırıq. Yəni sənətkarlarla oturanda biz belə bir şeylər müzakirə edirik. Yaxşı söhbətlərdir. Arada oralara da gəlib qulaq yoldaşları lazımdır, dinləmək lazımdır. Baxın, misal üçün Aşıq Samirə bayaq biz hər şeydən danışmışıq, bayaqdan demək olar ki, sənətdən də danışdıq, uşaqlıqdan da danışdıq. Əslində Samirə xanımın dedikləri, bugün Samirə xanımı dinləyənlər başa düşürlər ki, qonağımız kimdir, sənətini bilənlər bilirlər ki, o necə bir xanımdır, necə bir sənətkardır və onun dediyinə baxırlar ki, aha, bu sənətdə bu qədər yerə gəlib çatmaq üçün bu xanım gör nələri qurban verib. Yəni əslində bu yaxşı mənada bir nümunədir ki, cəfa çək, səfasını görəcəksən. Yəni mümkün deyil. Hər işdə belədir. Bunu da danışdıqda bu da yaxşı bir örnəkdir əslində. Bəli, yəni ki, bugün gənclər varsa, qurban da lazımı qurbanlardır. Yaxşı, bugün Samirə xanım o rahat uşaqlığını yaşamayan balaca Samirəyə nə demək istəyər? Qabağınıza gəlsə, ona nə deyərsiniz? Hansı ki pəncərədən uşaqların səsini eşidir. Mən ağladacaqsın. Onlar orada hoppanırlar, qarşı tutdu oynayırlar, gizlən paço, amma o burada dərs oxuyur, hazırlaşır. Səs gəlir axı onun qulağına. O Samirəyə nə demək istəyirsiniz? O Samirəyə Ay kövrəldiniz. Ay nə qədər ürəyinizdə qalıb sizin olar. Çox. Halal olsun sənə. Nə deyim, belə deyə bilərdim. Halal olsun ki, o düşündüyün kimi o tay tuşlarına elə gənclik illərindən artıq o qoyduğum məqsəd ki var idi, sazı sevdirdin, sevdirməyə bacardın əksəriyyətinə və müasir düşüncəli gənclərə, müasir düşüncəli yeniyetmələrə sazı, aşıq havasını təqdim etmək qaydasını tapdın və onu təqdim də elədin. O zəhmətinə dəydi, o əziyyətinə dəydi. Zaten insan bütün bir ömür boyu hər şeydən doya-doya yaşaya bilməz, onda maraqlı olmaz. Nədənsə bir kəm qalanda elə arada bir o kəmlik insanı bir yerinə otuzdurur da. O çatışmazlıqlar ki olur. Bəlkə də hər şeyin olsa o gözün ayağının altını görməz. Bəzən o çatışmazlığın səni bir yerində otuzdurur ki, çox göyə çıxma. Amma misal üçün o şükür kövrəldir sizi. Yəni demək ki, o qədər o uşaqlıqda qalıb ki ürəyiniz. Düzdür, bugün itirdiklərimə dəydi də. O Samirə deyərdim ki, Samirə ürəyini buz kimi saxla, itirdiklərinə dəydi. Amma indi uşaqlığını, rahat uşaqlığını belə deyək də, rahat uşaqlığını itirən Aşıq Samirə bu sənətdən zərbə alsa 1-ə 10 təsir eləyər. Çünki bir uşaqlıq qurban verib bu sənətə. Həm uşaqlıq, bəli, elə lap gəncliyin özü olsun. Yəni yenə deyirəm, uşaqlıq da, gənclik də əsas əyləncələri daha çox olur da onun da. Amma öz əyləncədən çox zəhmətə qaçdıq. Qazanc dalıca, zəhmət dalıca,
tapşırıqlar, olar, bunlar. Yəni əyləncə, bir də bir dövrə də düşdük ki, bu 90-cı illərdə bəllidir. Zaten Çətin bir zamandır, dövrünə gəldi, müharibə dövrünə düşdü. Belə üst-üstə gəldi hər şeydə. Ona görə də bax bu gün çox şükür, bizim tələbələrimizə də deyirəm ki, şükür eləyin, müharibəsiz dövrdəyik Gözəl artıq. günlər yaşayırıq. Gözəl günlərdəyik. Nə olar, kimsə yarı ac, yarı tox olar, kimsə ac olar, kimsə tox olar. Əsas odur ki, yenə min şükür huzurumuz var. Dəyib dolaşanımız yoxdur. Küçədə mən evladımı rahat buraxa bilirəm, sərbəst harasa getsin, gəlsin. Özüm sərbəst gecə çıxıb yürüyüş eləyə bilirəm. Qorxmuram ki, kimsə nəsə oğurlayar, nəsə dəyər. Yəni bu təhlükəsizlik baxımından bu böyük şərtdir. Avtomobildə çantamızı qoyub düşürük deyirlər. Yox şükür. Hər yer kameradır. Kim avtomobilə o girər? Çox rahat. Evdə lap qapı açıq qoyuyatsa. Dəfələrlə onu unutmuşam qapımı. Nadir hallarda olanda nəsə olursa o normal haldır da insandır. Robot dünyasında yaşamırıq, insanlıq dünyasında yaşayırıq. Amma bunlar şərtdir. Ona görə faydalanın. Rahatlıq, komfort, huzur olan yerdə inkişaf eləmək üçün faydalanın. Bundan istifadə edin. Yaxşı, bax indi Səmirə xanım valideynlərinin təkidi ilə belə deyək, həm də özünün əzmi ilə uşaqlığını yüklədi və bugün Aşıq Samirə oldu. Amma içinizdə var axı o yaşamayan, doymadığınız uşaqlıq. Öz uşaqlarınızda siz doyunca yaşayın. Çıxartmışam, onlarla bir yerdə. Ay sağ olun. Mütləq ki, siz yaşayın bala, siz yaşayın. Çıxartmır, onlara da o o şəraiti yaradıram ki, get belə qəribədir, bizi qoymurdular bəzən də bir bəzən demirəm həmişə, məsəl üçün kiminsə evinə gedək sinif yoldaşımızın və yaxud o gəlsin. Tək uşaq ola bilərdi ki, ora icazə olardı. Nadir halda. O da belə 10 gündə bir dəfə. Biz yalvarırıq da çağır gəlsinlər də, özümə də maraqlı ki, deyil. Mama, ay bu telefon, ay onlayn ki görüşürlər, onlayn hər şey baş verir, nə bilim. Amma uşaq vaxtı düzdür, bizdə az eləm olub. Çünki deyirlər ki, boy, Aşıq Samirə və Karusel. Bax o Aşıq Samirənin həsrətlə məhrum olmaq hisslərindən biri. Həsrətlərindən biri. Bəzən olub, eləmişəm, amma daha çox digər ölkədə olanda uşaqlarımla o uşaq əyləncə mərkəzlərində mütləq hamısından istifadə eləmişəm. Doyursuz da o həsrət. Nəyi var istifadə eləmişəm ki? Zaten bizim dövrümüzdə bir o qədər də yox idi da indi əyləncə. Karusel falan. İndi maşallah o qədər qəşəng əyləncə yerləri var. Amma taytışın yoxdur. Əyləncə də taytışla olanda maraqlıdır. Ev uşaqlarımızla nəsə edirik. Biz də uşaqlara da qəribə gəlir ki, mamaya nə baş verir. Siz narahat olun. Elə olanda tayt uşaqdarsınız mənə zəng gelir. Mən sizdən geri qalmıram. Siz demiş ki, adam uşaqla əylənir. Amma bir də baxırsan ki, o uşaqdır. Sən böyüksən, bir öz taytışın olsa ondan daha maraqlı olur. Ondan da daha maraqlı olur. Bir də uşaqlarımızla böyüyürük də, özümüz bir daha böyüyürük. Yəni, hərdən adam düşünür ki, görəsən bizi sıxan valideynlərimizin tərbiyə sistemi doğruydumu, yoxsa biz onları xoşbəxt olsun deyə hər istədiklərini eləməyə çalışırıq ki, doysunlar bu uşaqlıqdan. Biz mi düzü, onlar mı düzdür bilmirəm. Burada bir müəmma var. Mənə elə gəlir ki, hər ikisi düzdür. Dövrünə görə dəyişir. İndikilər o sıxmaq olur ki? Sıxmağa ehtiyac yoxdur. Zaten görür, götürür. Düzdür. Görür, götürür. Bizdən gördükləri kifayət edir. Heç deməyə də ehtiyac yoxdur. Amma bu dövr üçün deməklər, məsləhətlər bəzən lazımdır. İndiki uşaqlar maşallah ağıllıdırlar. Çox ağıllıdırlar, amma kaş ki o ağılı yaxşı istiqamətdə istifadə edə bilsinlər. O da artıq bizim öhdəmizə düşür. Bizdən də çıxır bəzən. Cəmiyyət, sosial, telefon, çox çətindir. Yekunlaşdırmalıyıq, amma mən doymadım bu efirdən. Həqiqətən də doymadıq. Nə xoş oldu. Çox xoş oldu. İnşallah ki, əsas o tilsimi qırıb birinci gəliş idi. Gəlmək idi. İnşallah ki, indi Ramazandır. Allah hər kəsin tutduğu orucu qəbul eləsin. Allah bütün dünyamıza sülh, əmin-amanlıq bəxş etsin. Müharibələr olmasın. Daima sülh olsun, xoşbəxtlik olsun. Elə həm indiki nəsil, həm gələcək nəsil, bu həmişə
xoşbəxt yaşasınlar. Çünki insanlar xoşbəxt olanda dünya cənnətə çevrilir. Həqiqətən. Ana xoşbəxt olanda bala da xoşbəxt olur. Ata xoşbəxt olanda evdə hər kəs xoşbəxt olur. Yəni dostun biri xoşbəxt olanda digərinə də o yansıyır. Sənətkar xoşbəxt olanda efir vasitəsilə o izləyicilərinə yansıyır. Radio aparıcılarımız xoşbəxt olanda onun o səsi hər birimizə o enerjini göndərir, o əhvalı göndərir. Ona görə qoy xoşbəxtlik hökm sürsün. Qoy bu Ramazanda edilən dualar qəbul olsun. Allah xalqımızı qorusun. Maşallah ucayıq, irəliləyirik zirvələrə doğru. Qoy belə də davam eləyək və həmişə bir-birimizə çiyin-çiyinə söykənli olaq. Dünyanın harasında olmağına baxmayaraq, bilir ki, dünyanın hər yerində Azərbaycanlılar var. Həmişə qəlbən, ruhən, düşüncə ilə bir olaq. Amin, inşallah. Bir olaq. İnşallah indi Ramazandır deyənə dinləyicilərimiz bizi bağışlasın. Biraz ifaya səsimin yerində olub-olmamağına görə istəmirəm. Allah qoysa söz verirəm inşallah. Bu dəfə özüm deyəcəm ki, sizə qonaq gəlir. Amma mənim borcum var dinləyicilərimə. Gələcəm qəşəng canlı ifalarla inşallah. Canlı ifalarla, yenə də söhbətlərimizlə. Yurd FM daimi yurdumuzun sənətkarlarına qapısını açır. Yeni sənətə başlayan xanəndələrimizdən tutmuş, savadlıdırsa, yurda qulluq eləyirsə, yurdun musiqisinə qulluq eləyirsə, hər zaman Yurd FM-in qapıları açıqdır. Mən Samirə xanım, bugün sizin burada olmağınız təsadüf olmadı həm də. Çünki bugün qonaq gəl bizə verilişi dinləyicilərlə sağollaşır. Bir belə deyim, gedirəm. Gələcəm deyim. İnşallah ki, qismət. Dəqiq tarix demirəm, sadəcə olaraq. Bir onu deyə bilərəm ki, dinləyicilərimizlə sağollaşırıq. Yeni verilişlə, yoxsa? İndi onu buraxaq, müəmmalı gələcəklərə buraxaq, gedişata buraxaq. Qonaq gəl bizə artıq 2 ildir fəaliyyət. 2 il, o 1 il yarım demək fəaliyyət göstərirdi. Və bu veriliş həm mənə çox şey öyrətdi. Sənətkarlarla, doğrudan da sənətinin sahibi olan xanəndələrlə, insanlar, musiqiçilərlə qonaq olmaq, onlarla söhbət eləmək mənə şəxsən həyatımda çox böyütdü. Və mən bugün insanlarla oturub danışanda belə mən dəfələrlə onlardan, onların oturuşundan, duruşundan, ifasından, bu sənətdəki fəaliyyətlərindən misal çəkirəm. Deyirəm, sənətimizin nə gözəl sənətçilər var. Onları da görmək, onları da önə çıxartmaq, bu yurda layiqincə qulluq eləmək lazımdır. Nə xoş ki, bu veriliş mənim nəsibim oldu. Nə xoş ki, bu verilişdə belə gözəl qonaqlarım oldu. Sizin bir çoxlarınızı televiziya verilişlərindən tanıdıqlarım da var idi. Amma böyük əksəriyyətini Yurd FM-də bax belə qonaq gəlib bizə də həmsöhbət olub, doya-doya dinləmək şansı qazandım. Nə xoş bizim halımıza. Nə xoş ki, bugün müvəqqəti sonuncu verilişimizdə qonaq siz oldunuz. Növbəti də inşallah ki, görüşəcəyik, buna əminəm. Əminəm ki, gedib yenidən daha belə güclü, daha maraqlı, daha yaxşı formada gələcəksiniz və gələndə də məni unutmayın, mütləq. Çünki mən söz verdim sizə də, dinləyicilərimizə də mütləq burada böyük bir çalçağır eləyəcəyik canlı-canlı. Və Yurd FM rəhbərliyinə, bütün kollektivinə təşəkkür edirəm. Bizim milli musiqilərimizin qorunmasında, yeni səslərin, yeni ifaçıların tanınmasında böyük xidmətləriniz var. Təşəkkür edirəm hamımızın. Həm bir dinləyici kimi, həm bu sənətin bir nümayəndəsi kimi. Təşəkkür edirəm hər birinizə. Gözəl söhbətiniz üçün, gözəl iştirakınız üçün, səmimiyyətiniz üçün sizə çox təşəkkür edirəm. Özünüzə yaxşı baxın. Mən sizi çox istəyirəm. İnanıram ki, siz də məni çox istədiniz. Yeni görüşlərə qədər hələlik deyirəm, sağollaşmıram. Əhvalınız gözəl olsun deyə elə Yurd FM-də qalın.